Salam uşaqlar, hər birinizi xoş gördük. İnşallah biz bugün 5-6 induksiya ilə elektriklənmə mövzusunun çalışmalarına baxacağıq. Çalışma 1. Qara hərflərlə verilmiş sözlərdən uyğun olanın altından xətt çək. Neytral cisim toxunma olmadan və yaxud toxunma ilə yüksüz və yaxud yüklü cisim vasitəsilə yüklənməsi induksiya ilə elektriklənmə adlanır. İnduksiya ilə elektriklənmə zamanı toxunma olmurdu. Əlbəttə ki, neytral cismi yükləmək üçün yüklü bir cismi ona yaxınlaşdırırdıq. Bu yüklü sözün altından xətt çəkərik. Davam edək. İnduksiya ilə elektriklənmə zamanı elektronlar ya da protonlar cismin daxilində yerini dəyişir. Əlbəttə ki, elektronlar sərbəst halda olduğu üçün onlar yerini dəyişərlər. Bu halda cismin ümumi yükü dəyişir ya da dəyişmir. Elektronlar sadəcə cisim daxilində yerini dəyişdiyi üçün ümumi yük dəyişməz. Çünki cisimdən kənara çıxmır elektronlar. O zaman dəyişmir sözünün altından xətt çəkərik. Davam edək. Növbəti çalışmamız 2 nömrəli çalışmadır. Sürtünmə ilə elektriklənmiş plasmas qələm neytral kağız qırıntılarını cəzb edir. Bu hadisənin necə baş verdiyini izah et. Mən bunu daha yaxşı bir şəkildə izah edə bilmək üçün qələmi burada yenidən çəkirəm və bir də kağız bir parçanı çəkəcəyəm. Kağız qırıntısını biraz böyük çəkəcəm ki, hadisəni təsəvvür edə bilim. Fərz edək ki, bu qələmi saçımıza sürtmüşük, o da mənfi yüklənib. Çünki qələm plastik olanda saçımızdan elektronların bir hissəsini özünə alar. Bu zaman bu neytral kağız qırıntısı bu qələmin elektrik sahəsinə gətirilmiş olur, ona yaxınlaşdırıldıqda və bu kağız parçasındakı az da olsa sərbəst elektronlar ondan uzaqlaşırlar. Deyə bilərsiniz ki, müəllim, kağız axı dielektrikdirsə, onda sərbəst elektronlar olmur. Dielektriklərdə biz demişdik ki, sərbəst elektronlar olmur. Olur, amma az olur. Həmin az sayda elektronlar bu qələmdən itələnərək gəlir, yığışır onun uzaq küncünə. Çünki bizim qələmimiz mənfi yüklüdür. Bu kağız qırıntısındakı mənfi yükləri də itələyəcəkdir. Bu zaman qələmə yaxın olan kağızın bu tərəfi müsbət yüklə yüklənəcək. Çünki orada elektron çatışmazlığı yaranır. Elektronlar qalmayıb, müsbət yüklər qalıb. O zaman bu tərəf müsbət yüklənər. Bu hadisəyə deyirlər elektrostatik induksiya üsulu. Yəni bunların sonra aralarında cazibə qüvvəsi yaranar əlbəttə ki. Çünki qələmi ilə kağızın ona yaxın olan tərəfi, yəni qələmə yaxın olan tərəfi əks işarə ilə yüklənmişdir. Qələm mənfi yüklənmişdir, kağızın ona yaxın olan tərəfi müsbət yüklənmişdir. Bunlar isə bir-birini cəzb edərlər. Bu cazibə qüvvəsinin yaranmasına səbəb elektrostatik induksiya hadisəsidir. Bu anlatdıqlarımı burada yaza bilərsiniz. Yəni necə yazarsınız? Deyərsiniz ki, yüklənmiş qələmi kağız qırıntısına yaxınlaşdırdıqda kağız qırıntısındakı elektronlar, qələm mənfi yüklənir bu arada, ondan uzaqlaşırlar və kağızın uzaq küncünə yığışırlar. Bu zaman kağız qırıntısının qələmə yaxın olan tərəfi müsbət yüklənir və onlar arasında cazibə qüvvəsi yaranır. Bunu burada yaza bilərsiniz. Davam edək. Növbəti çalışmamız 3 nömrəli çalışmadır. Verilmiş sözlərdən istifadə edərək mətni tamamla deyir. Mənfi yüklü şüşə çubuq neytral mis kürəyə yaxınlaşdırılır. Çubuqdakı artıq elektronların təsiri ilə, çünki çubuq mənfi yüklənmişsə, demək ki, orada elektronlar artıqdır. Yəni artıq elektronları var. Buraya yazıram. Elektronların təsiri ilə mis kürənin nəyi? Mis kürədəki elektronlar. Çünki mənfi yüklü şüşə çubuq mis kürəyə yaxınlaşdırıldıqda ondakı elektronlar kürənin o bir tərəfinə uzaqlaşarlar. Hətta bunu çəkə bilərik. Fərz edək ki, belə bir bizim şüşə çubuğumuz var və bu mənfi yüklənmişdir. Bunu bir mis çubuğuna yaxınlaşdırsaq, mis çubuğundakı elektronlar, bunun içərisində sərbəst elektronlar var, bu şüşə çubuqdan uzaqlaşarlar və onlar bunun uzaq tərəfinə, yəni bu tərəfə yığışarlar. Çünki onları itələyir. Mənfi yükü itələyir. Bu zaman mis kürəciyin bu tərəfində müsbət yüklər qalar. Çünki mənfi yüklər getdi, müsbət yüklü ionlar qalır.
ve bu zaman mis kürecik bu şekilde yüklenir. Buna elbette ki biz elektrostatik indüksiya üsul deyirik. Daha doğrusu indüksiya ile yüklenme deyirik. Təsiri ilə mis kürənin nəyi əks tərəfə doğru hərəkət etdi? Yəni bu tərəfə əlbəttə ki elektronları. O zaman buraya da biz elektronları yazırıq. Elektronları. Əks tərəfə doğru hərəkət edir. Mis kürənin bir tərəfi, baxın bu tərəfi necə yükləndi? Müsbət yükləndi. Digər tərəfi isə, yəni bu tərəfi mənfi yüklənər. O zaman buraya müsbət və mənfi yazaq. Bir tərəfi müsbət, digər tərəfi isə mənfi yüklənir. Davam edək. Mis kürə bütövlükdə yenə necə qalar? Əlbəttə ki, neytral qalar. Çünki indüksiya ilə yüklənmə zamanı neytral cismin ümumi yükü dəyişməz. Buradakı mənfi yüklərin cəmi ilə buradakı müsbət yüklərin cəmi sıfıra bərabər olmalıdır. O zaman buraya yazırıq, neytral qalar. Davam edək. Yəni indüksiya ilə yüklənmə zamanı hansı cismi yükləyiriksə onun ümumi yükündə bir dəyişiklik olmur. Toxundursaydıq ayrı, toxundursaydıq əlbəttə ki bundan buna yük keçərdi. Amma toxundurmadıqda indüksiya ilə yüklənmə zamanı yük keçidi baş vermir. Sadəcə bu mis kürəciyindəki yüklər yerlərini dəyişdirir. Yəni bu tərəfdəki elektronlar keçir o biri tərəfə. Davam edək. Bu hadisə təsir ilə yüklənmə və ya indüksiya ilə yüklənmə adlanır. Buraya yazırıq. İndüksiya ilə yüklənmə. Davam edək. Növbəti çalışmamız 4 nömrəli çalışmadır. Elektroneytral metal kürələr şəkildəki kimi yüklü şar tərəfindən indüksiya ilə elektriklənib. Burada 2 dənə kürəcik görürsünüz. Bunlar bir-birinə toxunublar. Burada da bizim şarımız var. Yəni onlara yaxınlaşdırılıb indüksiya ilə yüklənmə zamanı toxundurma olmurdu. Şarı soldakı kürəciyə toxundurduqda nə baş verəcəyini izah edin. Hələ ki toxundurmamışıq, yaxınlaşdırmışıq. Bu zaman indüksiya ilə yüklənmə baş verib. Gördüyünüz kimi bu metal kürəciklərdəki elektronlar onun sağ tərəfinə, yəni onların sağ tərəfinə yaxınlaşıb və yaxud da yığılıb. Bunun səbəbi nədir? Demək ki, buradakı şar onları itələyib ki, onlar buraya yığışıb. Bu o deməkdir ki, şarın yükü necə yükdür? Mənfi yükdür. O zaman şarımız mənfi yüklənmişdir deyə bilərik. Çünki mənfi yüklənməsəydi bu elektronları buraya itələyib yığışdırmazdı. Müsbət yüklənmiş olsaydı həmin elektronlar bu tərəfə yığışardı. Davam edək. Deməli, indüksiya ilə yüklənmə zamanı bu kürəciklər sisteminin sağ tərəfi mənfi yüklə yükləndi, sol tərəfi isə müsbət yüklə yükləndi. Bizə isə deyir ki, şarı soldakı kürəciyə toxundurduqda nə baş verər? Şarı bu kürəciyə toxundursaq, yəni bir toxunma baş verərsə, artıq şardakı mənfi yüklər bu kürəciyə keçər. Mənfi yüklər kürəciyə keçər. Bu zaman həm bu kürəcik, həm də yanındakı digər kürəcik mənfi yüklə yüklənmiş olar. Səbəb nədir? Səbəb əvvəl bu elektronlar bu tərəfə keçsə də ümumilikdə neytral idi. İndi isə ümumilikdə şarın yükünün bir hissəsini özlərinə aldılar və ümumilikdə hər iki kürəcik mənfi yüklənmiş olacaqdır. Yəni bunu belə yazarsınız ki, şarı soldakı kürəyə toxundurduqda nə baş verər? Hər iki kürəcik mənfi yüklə yüklənmiş olacaqdır. Davam edək. Növbəti çalışmamız 5 nömrəli çalışmadır. Şəkildəki müsbət yüklü cisim yüksüz elektroskopun başlığına yaxınlaşdırılsa nə baş verər? Cavabı əsaslandır. Əgər toxundurulsaydı, əvvəl toxundurulan hala baxaq. Hansı ki biz bunu keçən dərslərdə keçmişik. Fərzdəki ki toxundurduq. O zaman bu müsbət yüklü cismin yükün bir hissəsi elektroskopa keçər. Onun həm kürəcik hissəsi, həm də vərəqləri müsbət yüklə yüklənərlər. Yəni, hər hansı yüklü cismi neytral bir elektroskopa toxundursaq, həmin cismin yükü ilə yüklənər elektroskop. Həm kürəcik hissəsi, həm vərəqləri. Amma indi bizə deyilir ki, başlığına yaxınlaşdırırıq, toxundurmuruq. Bu zaman nə baş verər? Bu halda toxundurduqda həm kürəciyə, həm vərəqlər eyni yüklə yüklənir. Amma yaxınlaşdırdıqda biraz işlər dəyişir. Gəlin baxaq, yaxınlaşdırdıqda nə baş verər? Bilirik ki,
Bu elektroskopun bu hissəsi, yəni metal kürəcik, metal çubuq və metal vərəqlər. Bu hissəsi metaldır. Onda sərbəst elektronlar vardır. Müsbət cisim kürəcik hissəsinə yaxınlaşdırılarsa, bu vərəqlərdəki və bu metal çubuqdakı elektronlar gələr bu kürəcik hissəyə toplanar. Çünki müsbət yüklü cisim o elektronları özünə cəzb edir. Elektronları özünə cəzb etdiyi üçün elektronlar yığışır bu tərəfə. Vərəqlər bəs necə yüklənərlər? Əlbəttə ki, vərəqlərdəki elektronlar getmişsə kürəciyə, vərəqlərdə elektron çatışmazlığı yaranır və vərəqlər müsbət yüklənərlər. Və bir-birindən bu şəkildə aralanarlar. Deməli, elektroskopun başlığına müsbət yükü yaxınlaşdırsaq nə baş verir? Bu zaman elektroskopun kürəcik hissəsi mənfi yüklənir, vərəqləri isə müsbət yüklənir. Cavabın əsaslandırılması da induksiya ilə yüklənmədir. Yəni induksiya ilə yüklənmə zamanı yaxınlaşdırıldıqda bu cismin bir tərəfi mənfi, digər tərəfi müsbət yüklənir. Mənfi cismi yaxınlaşdırsaydıq, o zaman bu tərəf müsbət, elektronlar qaçardılar buraya. Onda vərəqlər mənfi yüklənərdi. Kürəcik hissəsi müsbət yüklənərdi. Əgər mənfi yüklü cismi yaxınlaşdırsaydı. Davam edək. Növbəti çalışma 6 nömrəli çalışmadır. Mənfi yüklənmiş cisim neytral cismə yaxınlaşdırılsa, fərz edək ki, bir dənə mənfi yüklənmiş cismimiz var. Bunu yaxınlaşdırırıq neytral bir cismə. Davam edək. Aşağıdakılardan hansı və ya hansılar neytral cismin əks tərəfinə doğru hərəkət edərlər? Mənfi yüklənmiş cisim neytral cisimdəki elektronları özündən itələyir kənara. Yəni, o zaman bu mənfi yüklənmiş cisimdən elektronlar itələnib yığışarlar bu tərəfə. O zaman bu tərəf mənfi yüklənər. Bu mənfi yüklənmiş cismin yaxın olduğu tərəfi isə bu tərəf müsbət yüklənir. Çünki oradakı elektronlar getdi o bir tərəfə. Yəni, elektron çatışmazlığı yaşayır. Və bizə deyilir ki, hansı və ya hansılar neytral cismin əks tərəfinə doğru hərəkət edər. Yəni, bu cismin olmadığı tərəfə, yəni uzaq tərəfə hərəkət edərlər. Əlbəttə ki, elektronlar hərəkət etdi. Onu da biz görmüş olduq. Davam edək. Növbəti çalışma 7 nömrəli çalışmadır. Müsbət yüklü kürə sol tərəfdən bir-birinə yaxın yerləşdirilmiş neytral A və B cisimlərinə yaxınlaşdırılır. Buna əsasən doğru ifadələri seçin. Bu müsbət yüklənmiş bir kürədir. Müsbət yüklənib və onu yaxınlaşdırırıq A-ya. A-nın da yanında B cismi var. Baxaq görək nə baş verər. Bu müsbət yüklənmiş kürə A cismindəki elektronları özünə cəzb edər. Çünki müsbət yük mənfi yükləri cəzb edir. O zaman A-nın müsbət yük olan tərəfdəki tərəfi elektronlar oraya yığışdığı üçün mənfi yüklənər. Digər tərəfdə isə, yəni sağ tərəfdə isə elektron çatışmazlığı yarandığı üçün o tərəf müsbət yüklənmiş olar. Bu zaman B cismi də bundan təsirlənər. A cismin B cisminə yaxın olan tərəfi müsbət yükləndiyi üçün bu B cismindəki elektronları özünə cəzb eləyər. O zaman B cisminin bu tərəfi mənfi yüklənər. Digər tərəfdə isə, yəni sağ tərəfdə isə elektron çatışmazlığı yarandığı üçün orası müsbət yüklənər. Yəni, bu müsbət yüklü cisim A cismi induksiya üsulu ilə yükləyir. Müsbət olduğu üçün elektronları özünə cəzb edir, özü olan tərəfə yığar. Onda bu tərəf müsbət olur. Bu A cismi də B cismi induksiya ilə yükləyər. A cisminin də özünə yaxın olan tərəfi A cismin bu tərəfi, B-nin bu tərəfini mənfi yükləyər. Çünki elektronları özünə cəzb edir. Belə. O zaman B cismin sağ tərəfi müsbət yüklənər və yüklənmə bu şəkildə baş verir. İndi oxuyaq. 1. A cisminin sol tərəfi müsbət yüklənər. A cisminin sol tərəfi burasıdır. O müsbət mi yükləndi? Xeyr, mənfi yükləndi. O zaman 1 səhvdir. Keçək ikinciyə. 2. A cisminin sol tərəfi mənfi yüklənir. A cisminin sol tərəfi mənfi yüklənmişdir. Bu düzgündür. 2 düzgündür. 3. B cisminin sol tərəfi müsbət yüklənər. B cisminin sol tərəfi müsbət yüklənməyib, mənfi yüklənir. O zaman 3 də səhvdir. 4-də isə deyilir ki, B cisminin sol tərəfi mənfi yüklənər. O zaman 4 doğrudur. Keçək 5-ə.
A və B cisimlər neytral qalar. Bəli, ümumilikdə neytral qalır. Çünki induksiya ilə yüklənmə zamanı yüklər sadəcə yerlərini dəyişdirirlər. Cisim daxilində, yəni cisimdən xaricə çıxmadığı üçün o zaman A və B cisimlər neytral qalır. Davam edək. Növbəti çalışmamız 8 nömrəli çalışmadır. Mənfi yüklü cisimlər əks tərəflərdən neytral A cisminə yaxınlaşdırsaq, A cisimdəki elektronlar hansı tərəfə hərəkət edərlər? Bunlar mənfi yüklənmiş cisimlərdir. Burada ortada da neytral bir cismimiz var. Bu mənfi yüklənmiş cisimlər, A cisimdəki elektronları itələyirlər. Bu cisim elektronları digər tərəfə itələyir. Bu cisim də o bir tərəfə itələyir. Bu zaman elektronlar hər iki cisim tərəfindən sanki qovulurlar. Onlar da ortaya yığışacaqdır. O zaman elektronlar ortaya yığışar. Bu tərəf müsbət elektron çatışmazlığı yaranır. Bu tərəfdə də elektron çatışmazlığı yarandığı üçün bu tərəfdə müsbət yüklənər. Deməli, hansı tərəfə hərəkət edərlər? Ortaya hərəkət edərlər. Elektronlar ortada yığılır. Çünki bizdən elektronlar soruşulur. Davam edək. Çalışma 9. Yüklü çubuqlar şəkildəki kimi bir-birinə təsir edir. Bu çubuqlar induksiya ilə elektriklənmişdir. Fikri doğrudurmu? Cavabı əsaslandır. Gördüyünüz kimi çubuqlar bir-birini itələyir. İnduksiya hadisəsində isə yalnız cazibə baş verir. Məsələn, fərz edin ki, bir müsbət yüklənmiş kürəciyimiz var. Bunu neytral bir cismə yaxınlaşdırdı. Nə baş verəcəkdir? Bu müsbət yüklənmiş cisim bu neytral cisimdəki elektronları özünə cəzb edir. Çünki müsbət yüklənmiş cisim mənfiləri cəzb edər. O zaman bu cismin bu tərəfi mənfi yüklənər, digər tərəfi isə müsbət yüklənər. Bu zaman bunlar arasında bu cismin özünə yaxın olan tərəfi daha böyük qüvvə ilə təsir göstərdiyi üçün bunlar arasında cazibə qüvvəsi yaranar. Demək ki, burada nə baş verdi? Cəzb etmə baş verdi. Yazırıq, cəzb edir. İndi ikinci hala baxaq. Fərz ki, ikinci halda cismimiz mənfi yüklənmiş bir cisim olsun. İndi bunu neytral bir cismə yaxınlaşdırırıq. O zaman nə görəcəyik? Mənfi yüklənmiş bu cisim, bu neytral cisimdəki elektronları özündən qovur. Yəni itələyir. Onlar da yığışar bu tərəfə. İtələnib gedərlər o bir tərəfə. O zaman bu tərəfdə isə, yəni sol tərəfdə isə müsbət yüklər qalır. Mənfi yük çatışmazlığı yaranır və mənfi yüklü cismə yaxın olan tərəf müsbət yükləndiyi üçün bunlar arasında da cazibə qüvvəsi yaranır. Burada yazırıq, cəzb edir. Cəzb edir. Deməli, induksiya ilə yükləndiyi birinci halda da, ikinci halda da cəzb etmə baş verir. Yəni mənfi, daha doğrusu itələmə xarakterli qüvvələr yaranmadı. Amma burada isə görürük ki, biz itələmə qarşılıqlı təsir var. Bunlar bir-birini itələyirlər. O zaman bu induksiya ilə yüklənmə deyil. İnduksiya ilə yüklənmə zamanı yalnız cəzb etmə baş verir. Cavabın əsaslandırılmasını burada etdik. Fikri əlbəttə ki, bu fikir səhvdir. Çubuqlar induksiya ilə yüklənsəydi bir-birini cəzb edərdi. Davam edək. Növbəti çalışma 10 nömrəli çalışmadır. Şəkildə hansı hadisə təsvir olunub? Bu hadisənin necə baş verdiyini izah edin. Bu hadisə induksiya ilə yüklənmə hadisəsidir. Necə baş verib? Müsbət yüklü cismi neytral bir cismə yaxınlaşdırmışıq. Ondakı elektronlar bu müsbət yüklü cisim tərəfindən cəzb olunduğu üçün o müsbət yükə yaxın olan tərəfə, yəni bu tərəfə yığışıb. O zaman nəticə etibarı ilə bu tərəfimiz bizim mənfi yüklənmiş olur. Yəni bu tərəf mənfi yükləndi. Bu tərəf mənfi yükləndi. Digər tərəfdə isə müsbət yüklər qalır. O tərəf müsbət yüklənmiş oldu. Deməli, şəkildə induksiya hadisəsi təsvir olunub. Bu hadisənin baş verməsi isə belə izah etmək olar ki, müsbət yüklü cisim neytral cisimdəki elektronları özünə cəzb edir və yüklər neytral cisimdə yenidən paylanır. Mənfi yüklər müsbət cismə yaxın durur. Bugünlük bu qədər. Sağ olun.